Dostlar, bugün iki təkər ayarı sizə deyəcəm. Amma birinci istəyirsiniz, baxın iki təkər ayarını. Bir sizə göstərim. Xoşunuz gəlsə, hamısını deyəcəm sizə. O birinci bura tez gedək. Açıq yola gedək ki, yaxşı qaldıraq iki təkəri. Birinci mən hələ ki qaldırmıram. Qaldırmadan öncə birinci drift modu açırıq. Sonra isə kameranı düzəldirik. Siz də eləsiniz, çox xoşunuz gələcək. Amma biraz ehtiyatlı olun, aşağıda bilər. Mikrofonu açmışsın. Mənim uşaqlığımın oyunudur. Həmişə oynayıram. Mənim uşaqlığımdan. Həm də like atıb abunə olsaz, bunun yığdırma videosu da gələcək. İnşallah Allah qoysa. Belə qalır. İndi keçək iki təkər ayarına. Biraz ehtiyatdan sürün. Mən deyirəm uşaqlığımdan oynuram, amma 6-7 yaşımda bırakmışdım, ona görə biraz öyrəşməmişəm tam. Tuningə birinci motorla keçirik. 10 minliyi alırıq. Sonra o birisine 200 milli turbo, offroad bunu koydurursunuz. Hamısını belə koydurursunuz. Və süspansiyona keçirik. Bunları da tez eləyin eynisindən. Çünki bu iki təkər qaldırmamızına icazə verir də daha yaxşı qaldıra bilirik. Və keçirik əsas yerə. Bu ən əsl yerdir. İndi isə bunu eləyin. Bunu bura qoyun ki, bu iki təkəri yaxşı qaldırsın. Və sağ olun dostlar. Bay bay.